Gündəlik qayğılar, iş, ev, uşaqların üzərimizdə olan böyük məsuliyyəti bizi bir balaca stresli, qayğılı eləyir. Təbii ki, sosial mediada paylaşılan xəbərlər istər-istəməz insan həmin o dünyanın içərisinə daxil olur. Keçirəm, baxmıram. Bəli, daxil olur. Təsir edir insana, doğrudur. Və onun təsirini biz günlərlə, aylarla, uzun müddət öz üzərimizdə hiss eləyirik. Təbii ki, bunları yaşamaq normaldır, amma bunlardan çıxış yolunu tapmaq, bunları həyatımızdan çox, Rəşadın da qeyd etdiyi kimi, ani olaraq çıxartmaq da vacib məsələlərdən biridir. Göz ardına vurduqca iş daha da dərinləşir, sonra problemlərin həllini, yolunu tapmaq da kifayət qədər müşkül məsələyə çevrilir. Burada bir psixoloji yardıma ehtiyac duymaq lazımdır. Bəli, özü də vaxtında, zamanında və həmkarımın sadaladığı bu məsələlərə, bir də uşaqlarda olan bu yeniyetməlik çağında, ergənlik dönəmində olan müəyyən təlaş, müəyyən gərginlik mi deyim, o da gəlir bizim üzərimizə, o da gəlir valideynlərin üzərinə. Düşünürəm ki, yetərincə bir təlaş yarada bilir bizim gündəlik həyatımızda və bu işə də özünü əks etdirə bilir. Ona görə biz istərdik ki, bugün bu mövzunu ön plana çəkək. Hələ onun üçün də studiyamıza mütəxəssisimizi dəvət etmişik. Kliniki psixoloq, İngiltərənin Arden Universitetinin müəllimi Nilüfər Akifi studiyamıza dəvət etmişik. Xoş gəlmişsiniz Nilüfər. Xoş gördük Nilüfər xanım. Təşəkkür edirəm. Minnətdarıq. İnanırıq ki, bu qısa müddət ərzində söhbətimizdən bu problemlərin həlli yollarını bağlı bizə kifayət qədər kömək göstərəcəksiniz. Ümumiyyətlə, gündəlik qayğılar, təşviş, bu kimi sindromların altında nə yatır? Yəni, insanlar hansı məqamlara diqqət etməlidir və çıxış yolu kimi siz nələri tövsiyə edirsiniz? İstəyirsinizsə, ilk öncə hər kəsə təşvişin və qayğının nə olduğunu daha sadə yolla açıqlamaya çalışım. Biz insan övladı olaraq özümüzü güvəndə hiss etməyə ehtiyac duyuruq. Və o zaman güvəndə hiss edirik ki, bir saat sonra, bir gün sonra, 5 gün sonra nə baş verəcəyini bilək. Yəni, beynimizdə bizi gözləyən hadisələri gələcəklə bağlı bilək, onlara hazırlıqlı olaq. Və belə olduğu zaman təbii ki, bizim təşvişimiz, qayğımız daha az olur. Amma təbii ki, yaşadığımız bugünkü dövrdə bu qədər bəlirli bir həyat sürürükmü? Əlbəttə ki, yox. Mümkün deyil, bəli. Əlbəttə ki, məişət qayğıları, həyat qayğıları, günlük məsuliyyətlər, keçmiş dövrlə müqayisədə yaranan daha güclü yarışma insanlar arasında, onların iş mühitində. Bax, bunlar hamısı çoxlu özü ilə birlikdə qeyri-müəyyənliklər gətirir və biz bu qeyri-müəyyənliklərə hazırlaşmaq üçün verdiyimiz reaksiya, bax, bu təşviş və həyəcandır. Bir növ belə qısa yolla desək, insanın özünü qeyri-müəyyənliklərdən qorumaq üçün verdiyi bir müdafiə mexanizmi, yaşadığı duyğular təşviş və həyəcandır. Amma bunu siz dediyiniz kimi normal olan səviyyə ilə anormal olan səviyyəsinə ayırmağa çalışmalıyıq. Çünki bu mümkün deyil ki, günlük biz yaşadığımız zaman heç bir təşviş və qayğı hiss etməyə. Məsələn, mən bugün bu efirdə çıxış etmək üçün bir az da olsa təşvişli idim ki, mən mütləq vaxtında çatmalıyam. Canlı yayındır, bura gecikmək olmaz və s. Bax, bu kimi bu dozasında olan təşviş və həyəcan insanın funksionallığını artırır və günlük həyatında, yaşamında ona kömək eləyir. Və bu bir neçə müddətlik, qısa bir müddətlik, ani bir təşviş və məsuliyyət duyğusunun qarışığıdır. Bu situasiyadan qaynaqlanandır. Əgər bu situasiya bitdiyi halda yenə də bu təşviş və həyəcan davam edirsə, ortada konkret bir real təhlükə yoxdursa, real bir qeyri-müəyyənlik yoxdursa, siz hansısa güclü bir stres faktoru ilə üzbəyüz deyilsiniz. Amma buna baxmayaraq adını qoya bilmədiyiniz daimi bir narahatçılıq var. Beyniniz susmur, bədəniniz çox gərgindir. Daimi harasa qaçırsınız sanki haradasa olmalısınız. Nəsə əllərinizin arasından itib gedir. İçinizdəki bax bu qaça-qaç, qova-qov, bu təşviş və həyəcandır. Əgər bu sizin həyatınızı ciddi şəkildə mənfi anlamda narahat edirsə, fiziki simptomlar ola bilər burada. Siz artıq funksionallığınızı itirə bilərsiniz burada. Nələr daxildir? Adətən ürək bulanma, baş gicəllənməsi, gözlərin qaralması və yaxud da iştahazlığı ola bilər, ürək döyüntüləri ola bilər, əllərdə tərləmə ola bilər səbəbsiz yerə. Burada mütləq ki, multidisiplinar bir yanaşma önəmlidir. Yəni, biz əmin olmalıyıq ki, burada heç bir fiziki simptomlar yoxdur, heç bir fiziki səbəblər yoxdur. Məsələn, bəzən qalxana bənzər vəzinin həddindən artıq çox işləməsi, funksionallığı sayəsində də biz
biz təşvişli və həyəcanlı hiss eləyə bilirik özümüzü, heç bir psixoloji və sosial faktorlar olmadan. Amma əgər O necə həkimimizin... olur funksional şəkildə işləyir? Yəni, vaxtsız qida mı deyim, zamansız qida? Müəyyən, belə desək, səbəblərdən stres faktoru ola bilər, genetik faktorlar ola bilər. Siz dediyiniz kimi günlük qidalanma rutini ola bilər, yuxusuzluq ola bilər. Belə olduğu halda qalxana bənzər vəzidə müəyyən hiperfunksiyonallıq yaranır. O Yəni, nə deməkdir? qalxana bənzər vəzi bir, belə desək, daxili bir orqanlarımızdan biridir və o qana müəyyən hormonlar ifraz eləyir. Bu hormonlar bədənimizdə davranışlarımızı, qərarlarımızdan tutmuş, bədənsəl simptomlarımıza qədər, nəfəs almaya qədər hər birini idarə eləyir. Əgər onlar normadan çox və yaxud da az şəkildə ifraz olunursa, bizim artıq günlük normalda olmalı olan davranışlarımız, qərar vermə, yəni həm kognitiv, düşüncə sferasında olan, məsələn, düşünmə vermə, yaddaş, diqqət, öyrənmə, bunlar pozulmağa başlayır. Daha sonra da davranışsal funksiyalarımız, məsələn, iştahımız, yeməyimiz, yatmağımız, enerjimiz, bax bunlar pozulmağa başlayır. Amma deyə bilmərik ki, mütləq ancaq çox olanda bu hormonlar pozulur. Az olanda da, çox olanda da normal bəli səviyyəsindən artıq enib çıxış elədik. Əlbəttə, həkimlər tərəfindən bu mütləq şəkildə yoxlanılmalıdır. Çox sağ olun. Mən istərdim biraz söhbətimizin əvvəlinə qaydaq. Yəni bunların səbəblərinə bir varaq. Yəni bu hansı zərurətdən yaranır, hansı səbəbdən? Burada bir çox faktorlar var. Yəni nəzər salsaq, burada individuallıq var. Hər insanın öz bir individual bir orqanizm olmasından irəli gələ bilər. Bunlar genetik ola bilər. Yoxsa necə ola bilər? Bunlar həyat tərzi bunu qazandıra bilir, bu patologiyanı insana. Belə bir şeylər də ola bilərmi? Hər üç dediyiniz faktorda çox önəmli, belə desə, tərəfləri var. Ümumiyyətlə, hal-hazırda psixologiyada heç bir keyzə, heç bir psixoloji narahatçılığa biz tək perspektivdən yanaşa bilmərik. Bioloji səbəblər var, bəli. Genetik meyilliliklər ola bilər təşviş və həyəcan pozuntusunda. Məsələn, sizin valideynləriniz böyüdüyünüz ortamda hər zaman təşvişli və narahat, kontrolcu insanlardırsa, sizin də təşvişli olma ehtimalınız çoxdur avtomatik olaraq. Və eyni zamanda bunun bioloji səbəbləri var. Beyində GAD dediyimiz bir neurotransmitterlər var ki, hansı ki onlar beynimizdə amigdala adlanan hissəni kontrolə alır. Əgər bu daha azdırsa beyində müəyyən səbəblərdən, yəni bunun səbəblərini tam şəkildə biz bilmirik, yenə də təşvişli və həyəcanlı olma ehtimalınız artır. Digər səbəblər isə təbii ki, psixoloji və sosial səbəblərdir. Sosial səbəblər dedikdə burada münasibətlərdə yaşadığınız stres faktorları, tərk edilmə qorxusu, münasibətlərdə üzərinizə aldığınız məsuliyyətlər və o məsuliyyətlərin öhdəsindən gəlməməyiniz və yaxud da gələ bilməmə qorxunuz, iş stresi, iş yükü və yaxud da təhsil stresi bunlara aid. Psixoloji səbəblər isə fərdin özünə verdiyi dəyərin, özgüvəninin, bir növ kənardan özünə baxdığı zaman özünü ümumi qiymətləndirməsinin aşağı olmasını biz deyə bilərik. Və bayaq dediyim kimi, burada öyrənilmiş davranışlar da çox önəmli rol oynayır. Əgər böyüdüyünüz mühitdə valideynlərinizi davamlı şəkildə narahat, təşvişli, ancaq gələcəyi, ancaq pis hadisələrə hazırlıqlı şəkildə yaşadığını görürsünüzsə, belə olan halda təşvişli olmama ehtimalınız deyə bilərəm ki, biraz azdır. Siz artıq şuurlu şəkildə seçimlər eləyərək, mən necə daha rahat yaşaya bilərəm, mən necə daha anda qala bilərəm. Çünki təşviş gələcəyə yönümlü bir duyğudur. Yəni, mən indi bu an üçün təşvişli ola bilmirəm. Mən gələcəyi düşünürəm ki, görəsən sabah filan işim necə olacaq? Və bu məni o yerə gətirir, çıxardır ki, fiziki olaraq bədənim bu anda olsa belə, mənim ruhum, mənim zehnim gələcəkdədir. Və bədənlə zehin arasında bir qopuqluq yaranır. Və mən anı yaşaya bilmirəm, məsələn... Bəs çıxış yolu nədə görürsünüz siz? Çıxış yolu... Bununla necə mübarizə aparırsınız? Çıxış yolu düşüncələri səliqəyə salmaqdan keçir. Çünki biz, məsələn, mən aktiv şəkildə psixoterapiya aparıram və orada görürəm ki, təşvişli və həyəcanlı insanlar... Sadə bir variantlar istəyərdik, mümkünsə. Bütün duyğularını xalçanın altına yığır. Yəni,
Günlük bizdə çoxlu stres faktorları var bu dəqiqə və sosial mediadan biz davamlı şəkildə informasiya qəbul edirik. Bu informasiya ilə biz çoxlu özümüzü müqayisələr aparırıq ki, məsələn, mən indi dayandım, işləmirəm, bax filan kəs işləyir, mən geridə qalmışam. Sanki artıq dayanıb durmaq, istirahət etmək də bir günahkarlıq kimi qəbul olunur bir çox insanlarda. İlk öncə insan nə qədər iş yükü çox olursa olsun, başa düşürəm ki, bu bəzən bəziləri üçün qeyri-real səslənə bilər. Amma gün ərzində, həftə ərzində, ay ərzində özünə istirahət pəncərələri açmalıdır. Heç bir TV olmadan, ekran olmadan, televizor və yaxud da mavi işıq, bir növ sosial media və buna bənzər informasiya qəbul edən nüanslar olmadan sadəcə özünü dinləməyə çalışmalıdır. İkinci çox təsirli nüans isə yazmaqdır. Mən çox istəyərəm ki, bunu buradan izləyən hər kəs öz həyatının bir parçasına çevrilsin. Bu çox sadə səslənir, amma həqiqətən çox effektiv bir şeydir. Sanki siz beyninizdə xaotik şəkildə bir-birinə qarışmış düşüncələri yazmağa başlayırsınız. Nə yazırıq? Tutaq ki, sabahki planlarımızı. Yox. Bu dəqiqə eynən, doğrudur. Məsələn, özünüzə sual verə bilərsiniz, hətta vərəqin başında yaza bilərsiniz ki, hal-hazırda mənim beynimdə hansı düşüncələr var, zehnimdən hansı düşüncələr keçir. Əlaqəli və əlaqəsiz şəkildə heç bir-birinin arasında rabitə olmaq məcburiyyətində deyil. Onların hamısını siyahıya yazırsınız, bəli, bir mətn kimi yazırsınız və daha sonra hətta bir qırmızı qələm götürüb onları, belə desə, dairəyə ala bilərsiniz ki, burada ən çox hansı düşüncələr məni narahat edir. Sonra özünüzə ikinci etapda sual verirsiniz. Məni narahat edən bu düşüncələr üçün hal-hazırda, indi bu dəqiqə nəsə edə bilirəmmi, yoxsa yox? Nəsə edə bilirəmsə, bunu yazırsınız və onları etmək üçün artıq bir addımlar atırsınız. Əgər siz vizual olaraq görəcəksinizsə ki, siz heç nə edə bilmirsiniz, artıq həqiqətən də beyin orada daha sakit olmağa başlayır. Çünki siz belə desə, düşüncələrinizlə, qeyri-müəyyənliklə mübarizə aparmırsınız. Siz artıq konkret qarşınızda olan vizual bir xəritə ilə işləməli olursunuz. Çünki təşviş, ən başında da dediyim kimi, insanın qeyri-müəyyənliyə verdiyi bir qorunma mexanizmidir. Qorunma üçün özünü qoruduğu zaman ortaya çıxan bir duyğudur, belə deyim. Aydındır, aydındır. Çox sağ olun. Bəs belə hallarla necə qarşılaşırsınız? Yəni sizə müraciət edən pasientlər arasında kiçik yaşlarında yaşadıkları hansısa bir travma və zamanında müdaxilə olunmayan bir travma, kömək əli uzadılmayan bir travma sonda bax bu cür təşvişlə bağlı böyük problemlərə gətirib çıxardır. Təbii ki. Var mı belə hallar və ümumiyyətlə bəzən olur ki, uşaqlar ailə daxilində o müəyyən münaqişələr olsun, ola bilsin məktəbdə yaşadıkları hansısa bir vəziyyət olsun, orada stres faktoru üzə çıxır, yəni o stresi yaşayırlar, o təşviş halını yaşayırlar və valideyndən onu gizlədə bilərlər. Bunu valideyn necə bilməlidir? Yəni ki, uşaqlara belə bir halı uşaq yaşayır və ona necə kömək göstərməlidir? İlk öncə onu qeyd edim ki, əgər övladlarınızın davranışlarında günlük özlərini aparma tərzində ciddi bir dəyişiklik hiss edirsinizsə, ya daha olurlar və yaxud da daha özlərinə qapanıq olurlar, daha səssiz, sakit olmağa çalışırlar və yaxud da ümumiyyətlə ətraflarındakı hər şey və hər kəs onları həddən artıq qıcıqlandırır. Bu zaman düşünməyə ehtiyac var. Demək ki, böyük ehtimalla övladınızın hansı bir problemi ola bilər. Amma uşaqların gələcəkdə təşviş və həyəcan yaşamalarının əsas səbəblərindən biri böyüdükləri evdə böyük bir xaosun olmasıdır. Xaos dedikdə valideynlər arasında sağlam olmayan münasibət, emosional şiddət, hətta bəzən burada fiziki şiddət belə ola bilir. Uşağın tez-tez evini dəyişməsi, yaşadığı məkanı dəyişməsi və bu məkan dəyişilirsə, ya daha yaxşı versiyaya keçid eləməlidir. Əgər daha pis versiyaya keçid elirsə, bu çox böyük yenə də dəyişiklik, adaptasiya problemləri və güvən problemləri gətirir. Uşağı bir növ hazırlamaq? Uşağı əlbəttə ki, hazırlamaq öncədən önəmlidir, amma biz deyə bilmərik ki, hətta hazırlasanız belə bu heç bir təsir qoymayacaq. Çünki uşaqlar güvən, stabillik və rutin tələb eləyirlər. Bu, bir uşağın sağlam böyüməsi üçün və sağlam psixologiyasına sahib olması üçün çox önəmlidir. Digər bir mövzu isə məktəbini dəyişməsi. Əgər uşaqlar bağ qurduğu sinif yoldaşları ilə tez-tez məktəblərini dəyişib onlardan qopma yaşayırsa, bu da gələcəkdə müəyyən güvən problemlərinə gətirib çıxardır və özünü təşviş və həyəcan kimi
kimi göstərə bilir. Belə desək, bugün siz əgər çox təşvişli insansınızsa, keçmişdə güvəndiyiniz insanlar ya sizə kömək etməyiblər, ehtiyacınız olanda yanınızda olmayıblar və sizə o isti qayğını və qucağı verməyiblər, güvəndə hiss etməmisiniz. Çünki travma dediyiniz şey insanın özünü, sağlamlığını, psixologiyasını təhlükədə hiss etməsidir. Təhlükənin əksi nədir? Güvəndə hiss etmək. Bugün artıq həmin insanlar o keçmişdəki yükləri bugünə gətirir. Bayaq dediyim kimi, real bir təhlükə olmasa da belə, mən hər an təhlükədəyəm. Mən hər an özümü qorumaq məcburiyyətindəyəm kimi, belə desə, müdafiə mexanizmləri verməyə çalışırlar. Bir növ keçmişdə öyrəndikləri davranışları və düşüncə tərzini, müdafiə mexanizmlərini bugün də artıq ehtiyac olmasa da belə tətbiq edirlər. Çox sağ olun. Təşəkkür edirik Nilüfər xanım. Düşünürəm ki, xanımlar, güvəndən ən gözəli elə öz güvəndir. İnsan özünə arxalanmalı, özünə güvənməli. İrəliyən yaşlarda bunun daha çox şahidi oluruq. Allah hamısını qorusun, amma insanın əsas deyil, məscidin içi, sonra çölü. Belə bir məsəl var. Minnətdarıq sizə. Təşəkkür edirik. Çox sağ olun. Biz təşviş, gündəlik və davamlı qayğılardan danışdıq. Studiyamızın qonağı klinik psixoloq İngiltərənin Arden Universitetinin müəllimi Nilüfər Akif idi.